Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. 42-ci kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Nə bilirsən? Vaxt olur ki, təbiətə baxırsan, bir anlıq ağlın qarışır. Elə çaşırsan ki, hansı mövsümdə olduğunu dəqiq ayırd edə bilmirsən. Təqvimdə yanvar ayının ortasıdır. Ancaq təbiətdə hər şey yaz mövsümünü, hətta bəzi məqamlarda yayı xatırladır. Bir səhər günəş elə doğur, elə parlayır ki, sanarsan bu dünyadan əhd alır. Qış günəşi adətən özü ilə şaxta gətirər, qar gətirər. Ancaq baxırsan ki, son illərdə bu belə deyil. Gözün termometrə sataşanda bir də baxırsan ki, istinin göstəriciləri yaz fəslinin göstəriciləri ilə eynidir. Mövsüm qışdırsa da günəş isti günəşdir, yaz günəşidir. İnsan hər cür şəraitə tez alışan, düşdüyü mühitə tez uymağı bacaran bir varlıqdır. Odur ki, ətrafda bir qəribəlik baş verir, bir uyğunsuzluq müşahidə edilirsə də, insan ən azı 3 dəfə təkrar olan belə bir dəyişikliyi rahatca qəbul edə bilir. Halbuki, mövsüm dəyişiklikləri ciddi pozuntular ilə artıq illərdir ki, təkrarlanır. Zaman keçdikcə insan artıq bunu da normal qəbul eləməyə alışır. İllərdir ki, dünyaya qar yağmır. Qışın insanlara gətirdiyi qar adlı sovqatını, onun dünyaya bəxş elədiyi xeyrini, bərəkətini insanlar unutmuşlar artıq. Bu baxımdan qəbul eləməliyik ki, bu heç də yaxşı bir şey deyil. Lakin bunda da bir hikmət var ki, biz iman sahibi olaraq bunu belə də qəbul eləməliyik. Bu, Allahın Cəllə Cəlaluhu təqdiri də ola bilər. O zaman da bunun bir cəza ola bilmə ehtimalı da var ki, məhz bunun üzərində ciddi düşünməyə dəyər. Gözəlliyə məftun olmaq bir insan kimi bizim zəifliyimizdir. Bu səbəbdəndir ki, ürəyimiz qışın bəyaz gözəlliyinin həsrətini çəkirsə də, gözümüz gördüyü yaşıl gözəlliyi də sevə-sevə seyr edirik. Budaqları çılpaq qalmış ağaclara rəğmən o cərgəyə çoxluq təşkil edən həmişə yaşıl ağacların sayəsində bir də gün boyu yağan yağışlardan güc alan təzə tərçəmənin göz oxşayan rəngindən hər tərəf yamyaşıl rənglə örünür. Məhz belə olduğundandır ki, quşlar da görünür bizim kimi çaşırlar, qışı yaz bilib cəhcəh vururlar. Çox olur ki, günün birinci hissəsi belə fərah hisslərin müşahidə ilə keçir. Ancaq gün axşama tərəf hərəkətə başlayanda ayılırsan ki, məyərsə mövsüm qış imiş. Günün ikinci yarısında hava biraz soyuyur, onda da xırda yağış yağır, payızın fikirli, düşüncəli vaxtlarını xatırladır insana. Halbuki çiskinli yağışı sevən insanlar üçün payız fəslinin ən romantik hava durumudur bu şahidi olduqlarımız. Onda qəbul edirsən ki, hər şeyin aldanışı olduğu kimi, hava durumunun da aldanışı olurmuş. Bu günlərdə olduğu kimi, son zamanlar hava durumu bizi aldadır. Yaza bənzəyir, yaya bənzəyir, payıza bənzəyir. Bir tək aid olduğu qış fəslinə bənzəmir havalar. Üstəlik xəbərimiz də var ki, dünyanın başına gələn bir istiləşmənin nəticəsidir bu gördüklərimiz. Bütün bu gözəlliklər bugün bizim gözümüzü nə qədər oxşasa da, bunun arxasında böyük bir təhlükənin, böyük bir bəlanın durduğunu da unutmamalıyıq. Təbiətin bu anormal göstərişləri, bu qeyri-stabil oyunları bəlkə də böyük bir fəlakətin yaxınlaşdığına bir işarətdir. Biz isə bu cür vaxtsız qarşımıza gələn, bizə ikram edilən bu gözəlliklərə sevinirik. Bir uşağın rəngli oyuncağı gördüyündə sevindiyi kimi. İnsan sahib olduğu ağlı və zəkası sayəsində bəzən heç nəyin səbəbsiz olmadığını da anlaya bilir. Dünyada baş verən qeyri-anormal hadisələrin Allahın cədvəlinə uymadığını görür, bunun yaxşı bir şey olmadığını qəbul edir, bu durumdan təşvişə də düşür. Bəzən insanın düşüncələrində bu baş verənlərin səbəbini axtarışa çıxır, bir də baxır ki, günah onun özündədir. İnsan günahı özündə görməyə başlayır. Allahdan qopmuş həyat tərzi sürdüyü üçün, dəngəsiz yaşadığı üçün lənətlənmiş olduğunu düşünəcək qədər həqiqətə yaxınlaşa da bilir. Və bəlkə də belə düşündüyü anlar insanın bəsirətinin açıldığı anlardır. Məhz belə anlarda insan dərindən düşünməli,
bu bir cəzadırsa, hansısa bir qəbahətin, günahın cəzası olmalıdır deyə bu gerçək fikri də qəbul etməlidir. Qəbul eləməlidir ki, heç nə boş yerə deyil. Bir şey baş verirsə, bunun bir səbəbi var. Yaxşı ki, haqqın tərəzisində ədalət hər zaman ağır gəlir. Yetər ki, bir insan kimi yaşamalı ikən harda yanlış yapdığımıza, hansı məqamda doğru yoldan sapdığımıza baxaq, keçdiyimiz yolu analiz edək, səhvlərimizi aşkara çıxartmağı, onları düzəltməyi bir nömrəli məsələ kimi önə çəkək. Ya biz hələ də dünya həyatında var oluşumuzu bir fürsət bilib, özümüzə, yaşamımıza, inancımıza çəki düzən verək ki, dünyanın son nöqtəsi həm də axirətin başlanğıc nöqtəsidir. Ya da heç nə eləməyək, hər şeyi olduğu kimi qəbul edib gözləyək. Fəqət bir gün son aqibətimizin umduğumuz kimi olmadığına şahid olanda, onu da haqqımız kimi qəbul edə bilək. Bir də ki, bəlkə bu yaşananların özü də bir qiyamət əlamətidir. Nə bilirsən? Son. Bir xatirə, ömür qalanda. Moskvanın yayı gün ərzində tez-tez yağan qısa müddətli yağışlarla fərqlənir. Mən indi müqayisə edib görürəm ki, Moskvanın yayı o barədən Hollandiyanın yayı ilə eynidir. Bu ölkələrin ikisində də rütubət çox yüksəkdir. Odur ki, yaşıllıq da çoxdur. Moskva çox gözəl şəhərdir. Hara baxsan, meşələr, çaylar. Hollandiyanın da gözəlliyi əsasən meşələr, çaylardır. Ancaq Hollandiyanın nəyi varsa, hamısı insan əməyinin bəhrəsidir. Moskvanın təbiəti isə təbii meşələrlə, çaylarla zəngindir. Mən ona görə Moskvanı Hollandiya ilə müqayisə edirəm ki, bu sətirləri yazdığım illərdə biz artıq Hollandiyada yaşayırdıq. Mən burada çox illər öncə başıma gələn bir hadisədən, heç gözləmədiyim bir sağlıq probleminin məni çox ağır bir imtahandan keçirdiyindən bəhs edirəm. O vaxt mənim müalicə aldığım Ümumdünya Cərrahiyyə Mərkəzi Moskva çayına yaxın küçələrin birində Abrikosov küçəsində yerləşirdi. Bu xəstəxanada qaldığım bir ayın 20 günü mən ancaq müayinələrdən keçir, müxtəlif şöbələrdən toplanmış professorların qarşısında acizanə uzanıb bütün bu konsilumların, kontrolların, rengerlərin nəticəsini gözləyirdim. Tibb elminin adlı sanlı insanları mənim haqqımda çox önəmli bir hökm çıxardacaqdılar. Xəstəxananı heç kim sevmir, mən də heç vaxt sevməmişəm. Hətta vəziyyətim ciddi olub xəstəxanaya yatmağı məndən tələb edəndə də xəstəxanaya girməyi, üstəlik yatağa yatmağı sevməmişəm. Ancaq o günlər məcbur idim, çünki vəziyyətim təhlükəli idi. Naməlum səbəbdən 30 günün içində 30 kilo arıqlamışdım və bu belə də davam edirdi. Hər keçən gün 1 kilo çəki itirirdim. Ətrafında gedən danışıqlardan, ailəmin keçirdiyi təlaşdan, özümün get-gedə halsızlaşmağımdan başa düşürdüm ki, bu yol məni dönüşü olmayan bir yerə aparıb çıxarda bilər. Odur ki, ailəm məni Moskvaya aparmağa qərar alanda övladlarımı düşünüb razılaşdım. Gedən baş elə halda getmişdi ki, nə şəhəri gördüm, nə də gözəlliyini anladım. Amma sonra elə oldu ki, bütün məhdudiyyətlərin əvəzini bir gündə çıxdım. Əvvəlcə Moskva çayının sahilinə gəldim. Dayanıb keçən gəmilərə, katerlərə, saysız hesabsız qağaylara tamaşa elədim. Sonra qayıdıb metroya mindim. Domodedovo stansiyasına kimi getdim. Stansiyada endim. Dünyanın hər yerinə uçan təyyarələrə tamaşa elədim. Yaxın günlərdə mən də bu təyyarələrin biri ilə evə, balalarımın yanına uçacaqdım. Yenidən metroya minib Sportivna stansiyasına qayıtdım. Metrodan çıxıb küçələri dolaşmağa başladım. Tez-tez yağıb kəsən yay yağışlarını da onda gördüm. Yeraltı keçidə bu başdan girəndə yağış başlayırdı, o başdan çıxanda da kəsirdi. Bizdə belə yağışlara çobalaldadan yağış deyirlər. Yeraltı keçiddən çıxanda yolun kənarındakı dondurma köşkünün qarşısında uzun bir növbə gördüm. Yaxınlaşıb növbəyə durdum. Altı və üst qatı vaflidən olan az qala kərpicdən biraz kiçik 4-2 dondurmadan birini aldım. Onu xəstəxanaya çatana kimi güclə yeyib qutardım. Topa-topa buludların arxasından boylanan günəş, yamyaşıl küçələr, tərtəmiz yollar, səkidə dayanıb çiçək satan yaşlı qarlar mənə o qədər xoş təsir bağışlayırdı ki, hələ o vaxt anladım ki, bu günü ömrümün sonuna kimi unuda bilməyəcəyəm. O gün mən Bakıda həkimlərin qoyduğu qorxunc diaqnozdan canımı bir dəfəlik qurtardım. Burada, bu cərrahiyyə mərkəzində başda professor Gudovski olmaqla professorlar bütün analizlərin nəticələrini toplayıb ümumi bir hökm çıxartmışdılar.
Mən yaşayacaqdım. Bir yolun gedişatından onun hara varacağını anlamaq istəyən kəslər, heç özünüzü yormayın. Ömür yolunun irəlidəki yol ayrıcında hansı tərəfə dönəcəyini bir insanoğlu deyə bilməz. Bunu ancaq Allah deyə bilər. Necə deyərlər? Biz bilmərik, Allah bilər. Allahu aləm son. Bir hekayə. Doğru sözün hicrəti. Südabənin 34 yaşı var idi. Gənc qadın Bakı Dövlət Universitetini bitirdiyi ildən Bakıdakı Qasırğa qəzetində müxbir işləyirdi. Qəzet sarı bulvar qəzetlərindən olmasa da Sovetdən qalma tıxsız balıq mövqeyi tutan, heç kimlə konfliktə girməyə nə cəsarəti, nə istəyi olmayan saysız hesabsız qəzetlərdən biri idi ki, Südabə də təcrübəsizliyi üzündən nə bu qəzetin keçmişdəki mövqeyini, nə də o günə qədərki şöhrətini öyrənib bilmədən, ancaq elə qəzetin bu qədər iddialı Qasırğa adına aldandı, belə bir adı olan qəzetdə çalışmaq istədi, hələ burada işə düzəlmək üçün bir neçə tanışının vasitəçiliyindən də istifadə elədi. Ancaq elə işləməyə başladığı ilk ilin ortasında da Südabə bu qəzet barədə yanıldığını anladı. Bu qəzetin də hər gün eyni tipli saxta raportlar yazıb yayan əhəmiyyətsiz, oxunmayan qəzetlərdən biri olduğunu anladı. Ancaq onda da artıq ölkəni elə bir işsizlik bürümüşdü ki, Südabənin başqa yerdə iş tapa biləcəyinə gümanı qalmadığından o vaxtdan da bu adından bədnam qəzetdə qalıb çalışmalı oldu. Aradan 17 il keçmişdi. Südabə bu illər ərzində bir dəfə ailə də qurdu. Bir oğlu da oldu. Ancaq bu evlilik cəmi 4 il sürdü. 4 ildən sonra Südabənin ailəsi dağıldı. Səbəb də o idi ki, həyat yoldaşı onun jurnalistlik fəaliyyətindəki rayonlara elzam olunmasına, o kənd sənin, bu kənd mənim gəzməsinə razı çıxmadı. Südabənin qarşısına müxtəlif şərtlər, qadağalar qoydu. Südabə o şərtlərə, qadağalara əməl etməyincə də həyat yoldaşı ondan ayrıldı. Bu evlilikdən Südabəyə qalan ancaq elə yeganə oğlu oldu ki, Südabə bu gün də həyatında bir övlad sahibi olduğuna gündə 1000 dəfə şükür edirdi. Çünki aradan illər keçdikcə o anlayırdı ki, adını Qorxmaz qoyduğu oğlu təkcə onun ömrünü bəzəyən ağıllı övladı deyildi, həm də dostu, sirdaşı idi. Bəlkə də bir gün gələcəkdi ki, həm də güvənəcəyi bir həmkarı olacaqdı. Bunu Südabə hələ bilmirdi. O vaxt yoldaşından ayrılanda Südabə hələ gənc idisə də yenidən bəxtini sınamaq, oğlunu ögey ata yanında böyütmək istəmədi. Onu burnuna tutub yaşamağa da qərar verdi. Oğlu Qorxmaz həqiqətən də öz adını doğruldan cəsarətli bir oğlan idi. O yaşına görə çox ağıllı, təmkinli, həm də savadlı bir insan kimi böyüyürdü deyə Südabənin iş dünyasına qarışmır, anasının bir jurnalist kimi ora-bura getməsinə qarşı çıxmırdı. Anlayırdı ki, ən azı anasına çörək qazanıb onu iş gücdən alıb evdə oturdacağı günə qədər bir oğlun böyük-böyük danışmağının heç yeri yoxdur. Hər şey zamanla həll olunacaq, zamanla öz yerinə oturacaqdı. Qorxmaz qəbul edirdi ki, anası bir ziyalı qadındır və onu öz işindən uzaqlaşdırmağa zorlamaq yaxşı bir nəticə verə bilməz. Beləcə, Südabə ilə Qorxmaz bu illəri baş-başa verərək nizamlı bir həyat yaşayırdılar. Südabə artıq şəxsi həyatında heç nəyi dəyişmək istəmirdi. O, ailə həyatının bu şəkildə davam etməsindən məmnun idi. Ancaq bunu onun iş karyerasına aid eləmək doğru olmazdı. Çünki Südabə işindən razı değildi. Ən azından ona görə ki, özünün jurnalistlik qabiliyyətindən əmin idi. Bilirdi ki, özünün ürəyindən olub, qələmindən çıxan bircə məqalə gün üzü görə bilsəydi, ölkənin gündəmində önəmli bir hadisə ola bilərdi. Ancaq bu mətbəədə buna yol verən yox idi. Südabənin özünün ürəyindən olan sevə-sevə yazdığı məqalələrin hamısı qəzetin redaktoru Bəhruz müəllimin otağından üzü qara geri qaytarılır. Sonunda Südabənin şəxsi axirində üst-üstə qalaqlanıb qalırdı. Südabə hər dəfə redaktorun hökmünə boyun əyməli olurdusa da, ürəyində daima bir vulkan püskürürdü. O belə hesab edirdi ki, Qasırğa kimi cəsarətli adı olan bir qəzet öz müxbirlərini kəndlərə, kəsəklərə yollayaraq, gedin oradan bir məqalə yazıb gətirin deyərək, həm özünü, həm də jurnalistlərini aldatmaqla məşğul idi. Ölkədə dərdisər əlindən tərpənməyə yer olmadığı, problemlərin başdan açdığı bir şəraitdə bu adda bir qəzetin müxbirləri daha çox kənd yerlərinə elzam olunur. Bir qoyundan neçə bala alan çobanlardan,
tarlalarında tütün təmbəki əkən kənd əhlindən saxta təriflər yazmaqla məşğul olurdular. Südabə kimi üsyankar jurnalistlər bu yolla çörək qazanmaq istəmir, ara sıra xətrini də çox istədikləri, ataları yerinə qoyduqları Bəhruz müəllimin üstə hücum da çəkirdilər. Ancaq Südabə də başda olmaqla onların hamısı 5 dəqiqə sonra anlayır və qəbul edirdi ki, ağsaqqal kişi nə deyirdisə düz deyirdi. 70 yaşlı Bəhruz müəllim Südabə kimi qanları qaynayan müxbirləri bu sözlərlə sakitləşdirir, köplərini bu sözlərlə alırdı. Ay bala, nə istəyirsiniz? Elə onu istəyirsiniz ki, qəzetimiz bağlasınlar, özümüzü də versinlər məhkəməyə. İşimizdən də olaq, Allah qorusun, həbs edilməsək də ömrümüzün sonuna kimi də cərimə ödəyək. Eyni cəmiyyətdə yaşamırıqmı? Görmürsünüz burada nələr baş verir? Kimə güvənirsiniz? Güvəndiyiniz bir adam varsa mənə də deyin bilim. Mənim belə bir adamım yoxdur. Mən yetim, burada çörəyimin hayındayım. Ailəmi təmin etmək üçün heç kimə ilişmədən, sataşmadan işimi görürəm. Bilirsinizmi niyə? Çünki həm əlimdən başqa bir iş gəlmir, həm də qocayam. Sizə nə var? Siz cavansınız. Bir şey olsa gedib sahələrdən qarpız da yığarsınız, paniklərdən pomidor, xiyar, göbələk də toplaya bilərsiniz. Necə olsa bugün artıq bir qəfil ixtisasını da, əvvəlki həyatını da buraxıb belə romantik işlərə geri dönmək dəbdədir. Bəlkə sizlərin də ağlında belə bir fikir gəzib dolaşır, bilmirəm. Ancaq xəbəriniz olsun ki, mən o yolu gedə bilmərəm. Odur ki, bir daha bu qara qışqırıqla üstümə gəlməyin. Oturun oturduğunuz yerdə. Kimin xoşuna gəlmirsə gedə bilər. Sizi burada zorla tutan var. Südabə də bu monoloqu az eşitməmişdi. Bugünə kimi bəlkə 100 dəfə eşitmişdi və hər dəfə də müdürün kabinetindən suyu süzülə-süzülə çıxmışdı. Çünki qoca müdür nə deyirsə hamısı doğru idi. Yaşadıkları cəmiyyətdə baş verən haqsızlıqları qoyub susmaq zorunda qalan jurnalistlərin özlərinin də başqa çarələri yox idi. Ən cəsur redaksiyaların başına gələnlər heç bir samballı nəticə vermir, ancaq əvəzində gündəlik xəbərlər yayan bütün televiziya kanalları üçün, bütün məlumat orqanları üçün, hətta sosial media üçün hazır xammal, hazır material rolunu oynayırdı. O zaman ərzində də hələ ki ayaqda olan media qurumları bir yıxılan həmkarlarından yazmaqla, həm də əksəriyyəti şərəfsizcəsinə hakim orqanların tələb elədiyi yalan məlumatları yaymaqla özlərinə xal qazanır, sabah eyni şeyin öz başlarına gələ biləcəyini heç gözlərinin altına da almırdılar. Atalar da yəqin belə yerdə deyiblər ki, yıxılana balta çalan çox olar. Bu ölkədə həqiqətlərdən yazan qəzetlər operativ şəkildə dərhal bağlanırdı. Orada çalışan jurnalistlərin hərəsi bir cür cəzalandırılırdı. Bağlanan qəzet və digər mətbuat orqanlarının fəaliyyətinin dayandırılması bircə həftə içində unudulur, o həbs olunan yaxud məhkəməyə verilən jurnalistlərin sonraki aqibəti heç kimi maraqlandırmır, tezliklə onlar da unudulub gedirdi. Arada bir parça çörəyindən olmuş insanlar, ayrı düşmüş ailələr, viran qalmış evlər, öz dərdlərinin içində heç kimin yadına düşməyən insan talihləri ərimiş bir kütlə kimi yayılaraq artıq bütün ölkənin bütün bölgələrini başdan başa bürüyürdü. Bu baş verənlər də heç şübhəsiz bir epidemiya, ölkə içi bir pandemiya idi ki, bircə fərqlə ki, sürətlə yayılmaqda olan bu pandemiya insanın görünüşünü, fiziki durumunu ciddi şəkildə zədələyə bilməsə də, fəqət onun mənəviyyatını korroziyaya uğradır, çürüdür, məhv edirdi. Çünki buna bənzər hadisələrin nəticəsində bütöv bir cəmiyyətdə vəfa kimi, güvən kimi, etibar kimi ülvi hisslərin kökü kəsilir, insanlar bir-birinə arxadan zərbə vurmağı, qara yaxmağı, ev yıxmağı adi hal kimi qəbul edir, yavaş-yavaş belə yaşayışa alışırlar. Bu daha qorxunc bir bəla idi. Çünki insanlarda təkcə öz talihlərinə deyil, öz yaxınlarının, öz övladlarının, ümumilikdə bütün insanlığın talihinə biganəlik əmələ gətirir. Artıq bütün dünya üzündə öz keçmişini xatırlamayan, öz gələcəyi barədə heç nə düşünməyən, ancaq zalim firavunların hökmlərinə tabe olan kölə xarakterli manqurt nəsillərin yetişməsinə səbəb olurdu. Və bugün bütün insanlıq heç bir etiraz bildirmədən bir sürü şuursuz varlıq kimi bu gedişatın üz tutduğu yolda sıraya düzülmüş, bu vəziyyətdə də öz nəticəsini gözləyirdi.
Vaxtında bu gedişata qarşı heç bir tədbir almadıqlarından, zamanında hər şeyə susqun qaldıqlarından, bugün bu sırada dayanların hər biri əslində məhv olmaq, bu ağır bəlanın içində əriyib yox olmaq yolunda öz növbələrini gözləyən, iradəsiz insanlardan oluşan bir toplum idi. Məsələnin ən qorxulu tərəfi də o idi ki, bu cəmiyyətdə durumun bu qədər ciddi, bu qədər təhlükəli olduğunu anlayanların sayı da çox deyildi. Hərdən adama elə gəlirdi ki, bütün xalqı hipnoz ediblər. Onları bir əl hərəkəti ilə yuxuya veriblər. İndi bu xalqı bu yuxudan oyatmaq üçün həmin o hipnozçunu tapmaq, yenidən onun edəcəyi bir əl hərəkəti ilə milləti bu yuxudan oyatmaq lazım gələcəkdir. Bəs əgər o hipnozçunu tapmaq mümkün olmazdısa, bəlkə də Südabənin həyatı elə belə də davam edərdi ki, bir gün bir tədbirdə təsadüfən öz məktəb yoldaşı Dilarəyə rast gəldi. Heç bir xüsusi məna daşımayan, iki əski məktəb yoldaşının keçmiş günləri yada salmasından uzağa getməyən, bu yüzdən də heç bir dəyərli əhəmiyyəti daşımayan belə bir görüş əslində Südabənin həyatının dönüş nöqtəsi oldu. Çünki aradan bu qədər vaxt keçmiş, yolları bir-birindən bu qədər uzaq düşmüş iki rəfiqənin görüşməsi Südabənin taleyinin dəyişəcəyi bir yolun başlanğıc nöqtəsi oldu ki, Südabənin həyatının kökündən dəyişməsində ən əhəmiyyətli rolu da özü də bilmədən Dilarə oynamış oldu. Aradan uzun illər keçməsinə, bu qızların artıq 40-ı haqlamalarına baxmayaraq, xarici görünüş baxımından sanki heç dəyişməyən Dilarə, bu illər ərzində çox dəyişmiş, həyatın ağır yükü altında daha çox əzilmiş, bu yüzden də daha yaşlı görünən Südabəni tanıdı. Dilarə sonradan özü də etiraf elədi ki, Südabənin gözlərində onun çox yaxşı xatırladığı bir ifadə var idi. O ifadə də Südabəni 100 kişinin içindən tanıyıb seçməyə yetirdi. Doğrudur, Südabə o ifadənin nə olduğunu anlaya bilmədi. Ancaq bu sözün dərinə də getmədi, səbəbini də soruşmadı. Bunun yerinə o da öz növbəsində Dilarəyə lütufda bulunaraq dedi. Əvəzində sən o qədər dəyişməz qalmısan ki, bugün də yuxarı sinif şagirdlərinə bənzəyirsən. Makiyajın olmasa, hamı səni məktəbli qız bilər. Nə qədər fərqli həyatlar yaşasalar da, görünürdü ki, əski rəfiqələrin bunca ildən sonra danışıb dərdləşməyə ehtiyacları var idi. Ona görə də onları bir araya gətirən bu tədbirdən erkən çıxdılar, daha sakit bir ortamda söhbət eləmək məqsədi ilə sahilyanı kafelərdən birinə gəldilər. Əvvəlcə Dilarə Südabəni soru-suala tutdu. Sonra da Südabə ona bir neçə sual verdi. Alınan cavablar bircə anda eyni yaşda olan qadınların bugünkü sosial və siyasi durumlarının bir-birindən nə qədər uzaq olduğunu ortaya qoydu. Dilarə Xarici İşlər Nazirliyində tərcüməçi işləyirdi. Onun həyatı irili-xırdalı dövlət tədbirlərində keçirdi. Dilarə 7 xarici dili mükəmməl bilən, bugünə qədər uğurlu addımlardan ibarət olan karyera pillələrini sürətlə qalxan gənc bir iş qadını idisə, Südabə də çox istedadlı bir jurnalist olmasına rağmen sifarişli cızmaqara yazmaqdan, real həyatın gün düşməz kölgəsində qalmaqla nə həyatı, nə də qələmi ilə həyatın heç bir önəmli məsələsində yer ala bilməyən, bu səbəblə də bugünə qədər heç bir dəyərli nəticəyə nail ola bilməyən uğursuz bir qələm sahibi idi. Südabənin nə karyerası var idi, nə də ona baş ucalığı gətirən adı sanı var idi. Südabənin şöhrəti çörək fabrikində xəmir mayalayan qadının şöhrəti ilə eyni idi. O mənada ki, ikisi də bəlkə də çox vacib bir işlə məşğul idilər, lakin onları heç kim tanımır, varlıqlarını da bilmirdilər. Halbuki, çörək fabrikində xəmir mayalayan qadının cəmiyyətə göstərdiyi xidmət nə qədər vacib idisə, nə qədər əhəmiyyətli idisə, Südabənin yazdığı mənasız cırmaqaradan heç kimə bir fayda yox idi. Əski məktəb yoldaşları axşama kimi qaldılar. Doyunca söhbətləşdilər, dərdləşdilər. Axırda bir-birinə telefon nömrələrini verərək görüşüb ayrıldılar. İki insanın o gün aralarında keçən söhbətlər də bu vəfasız dünyadakı hər şey kimi tezliklə unudulub getdi. Günlərin bir günü Bəhruz müəllim Südabəni yanına çağırıb ona yeni bir tapşırıq verdi. Südabə Bakıdakı tərifi göylə gedən orta məktəblərdən birinə gedəcək, oradakı təhsil səviyyəsinin yüksək göstərəcələrindən,
müəllim kollektivinin zamanla ayaqlaşan yeni metodlarından bir məqalə yazacaqdı. Südabə əvvəlcə bu işi almaqdan imtina elədi. Çünki müəllim kollektivlərinin son 20 ildə dövlətin saxta seçki əməliyyatlarında aktiv rol oynamaları üzündən əksər təmiz vicdanlı insanlar kimi Südabə də bütün müəllimlərə qarşı bir güvənsizlik, bir sayğısızlıq hiss edirdi. Cəmiyyətdə artıq simasını da, əvvəlki dəyərini də itirmiş bu toplum haqqında xoş sözlər yazıla biləcək yüksək kateqoriyadan o qədər uzaq idi ki, bugün bu kollektivlərdən biri haqqında nəsə müsbət bir şey yaza biləcəyinə artıq Südabə özü də inanmırdı. Çünki bir jurnalist ürəyindəkilərlə hesablaşmadan bir məqalə yazıb ortaya qoyardısa, bu saxtakarlıqdan başqa bir şey olmayacaqdı. Südabə isə belə bir saxtakarlığa heç imza atmaq istəmirdi. Nə yaxşı ki, eyni cəmiyyətdə tək-tük də olsa təmiz vicdanlı insanlar da var idi ki, onlar mütləq o saxtakarlığı görəcək, o saxtakarlığa qarşı ikrah hissi yaşayacaqdılar. Ancaq hər necə olsa da bu bir əmr idi və könülsüz də olsa Südabə bu əmrə tabe olmalı idi. Südabə bilirdi ki, heç vaxt vicdanının əleyhinə gedə bilməyəcək. Ancaq əgər orada hər hansı bir dəyərli, ləyaqətli insana rast gələcəkdisə, onun da haqqını yeməyəcəkdi. Bu niyyətlə də Südabə bu sifarişi qəbul elədi. 1-2 gündən sonra Südabə uyğun bir vaxt tapıb o məktəbə getdi. Məktəb direktorunun əvvəlcədən hazırlamış olduğu eksponatları gördü, təriflədiyi müəllimlərlə tanış oldu. Onların əvvəlcədən hazırlanmış şablon çıxışlarını da dinlədi. Südabə ürəyində özünə etiraf elədi ki, heç yanılmadı. Bu dəfəki sifariş də millətin gözünə kül üfürmək məqsədi daşıyan sifarişlərdən başqa bir şey deyildi. Kimsə yenə də bir nişan, bir ad, bir medal almaq hayındaydı. Südabənin yazacağı məqalə də bu işə bir təkan olmalı idi. Bu dəfə də elə də təriflənəcək bir şey tapmadısa da, Südabə hələ ki heç kimə fikrini söyləmədi. Yalnızca müşahidələrinə davam elədi. Son gəzdiyi məktəbin sərgi salonu oldu ki, orada da istedadlı şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət bir sərgi düzənlənmişdi. Südabə oranı da gəzib çıxacaqdı ki, diqqətini konkret bir mövzu üzrə silsilə təşkil edən maraqlı şəkillər cəlb elədi. 12 yaşında Fuad Musa adlı bir şagirdə məxsus olan şəkillər əvvəlcə yalnız qara qələmlə cızılmasına rağmen çox məharətlə çəkilmiş olması ilə rəsm əsərindən çox fotoqrafa bənzəməsi ilə Südabənin diqqətini cəlb elədi. Ancaq sonra Südabə fikir verib gördü ki, bu şəkillərdə mövzu da qeyri-adidir. Südabə şəkillərin mövzusuna diqqət eləyəndə burada bir insan qəlbinin fəryadını, yardıma çağrışını, çarəsiz qalışının hayqırışını gördü. Bu şəkillərdə bir insanın həbs olunmasını, onun barmaqlar arasına saxlanmasını, ona müxtəlif işgəncələr verilməsi kimi çox ağır, çox ciddi mövzuları əhatə edən rəsmlər əks etdirilmişdi. Yan-yana düzülmüş rəsmlərdə barmaqlılar arasından üsyan edən, köməyə çağıran insanların rəsmləri təsvir olunmuşdu. Südabə daha diqqətlə baxdığında orada bir çox insan fiqurlarının içində eyni simanın təkrarlandığını da gördü. Şəkillər fərqli idi, fərqli durumlar əks etdirilirdi. Bəzən bir neçə insanı, bəzən bir toplumu içinə alırdı. Ancaq bütün rəsmlərdə təkrarlanan tək bir insanın üz çizgiləri, tək bir insanın obrazı şəklin ən mərkəzində yer alırdı. Bu bir çağırış idi, bu bir hara idi. Südabə hiss elədi ki, bu məktəbdən bir mövzu ilə çıxacaqsa, yalnız bu şagirdlə bağlı bir mövzu ilə çıxmalıdır. Ondan qalan nə vardısa, hamısı yalnız saxtakarlıq olacaqdı. Südabə bu şəkilləri çəkən şagirdlə görüşmək istəyirdi. Ancaq özü də anlayırdı ki, onun bu şagirdlə burada yəqin ki, heç kim görüşdürməz. Həbsxana qardiyanına bənzəyən məktəb direktoru, polis nəfərlərinə bənzəyən müəllimlər mütləq bu görüşdən şübhələnər, bu görüşə mane olardılar. Hələ o şagirdi də incidərdilər. Südabə Fuad adlı o şagirdlə görüşmək üçün bir plan qurdu. O gün oradan geri gəldi. Bir neçə gün sonra dərslərin bitdiyi saatda məktəbin həyətinə gəldi. Orada öz uşaqlarını aparmağa gəlmiş valideynlərə qarışdı. Fuadı üzdən tanımadığı üçün təxminən Fuadla eyni yaşda olan bir şagirdə yaxınlaşdı. Ondan gözəl şəkillər çəkən Fuad Musa barədə məlumat aldı.
Sən demə, o şəkillərin tən ortasında rəsmi ilə yer alan obraz Fuadın atası imiş. Fuadın atasını həbs ediblərmiş. Artıq 5 il imiş ki, həbsdə yatırmış. Südabə oğlandan bu həbsin səbəbini barədə soruşanda uşaq cavab verdi ki, heç nə, sadəcə bu adam Allaha inanırdı. Hər kəsi də Allaha inanmağa, Quran-ı Kərimi oxuyub ona əməl eləməyə çağırırdı. Adını İran cəsusu qoyub həbs elədilər. Fuad atasını çox sevir, onun günahsız olduğuna inanır, həsrətlə onun azad olunacağı günü gözləyir. Südabə soruşdu, bəs Fuad necə, o da Allaha inanırmı? Bəs necə? Onlar ailəcə Allaha inanırlar, dindardırlar. Hələ anasını görsəniz, əsl müsəlman qadındır. O Fuadın atasını azad elətdirmək üçün hər yerə gedir, hər yerə yazır. Hətta prezidentə də məktub yazıb, ondan görüş istəyib, ancaq görüş verməyiblər. Südabə bu oğlandan Fuadın ev ünvanını da aldı. Çünki yaxın günlərin birində bu inanclı dindar ailəni ziyarət eləməyi qərarı almışdı. Ailə Bakı kəndlərindən birində yaşayırdı. Həbsdə olan Nadir Musanın ailəsi yaşlı anasından, təxminən elə Südabə ilə eyni yaşlarda olan arvadı Aynadan, 2 oğlu ilə bir qızından ibarət idi. Fuad ailənin böyük oğlu idi. Ondan sonra 10 yaşlı Nicat, ondan da sonra 8 yaşlı Könül gəlirdi. Ayna təsəttür taxmasına rəğmən hüquq fakültəsini bitirmiş, açıq gözlü, savadlı bir qadın idi. O öz məntiqli söhbəti ilə, geniş dünya görüşünə sahib olması ilə Südabəni yaxşı mənada çox çaşdırdı. Bundan əvvəl hamı kimi Südabə də dindarları geri qalmış, cahil bir toplum hesab edirdi. Elə bilirdi ki, dindar insanlar özlərini uydurulmuş nağıllara inandıran, savadsız, elmi biliklərdən uzaq olan adamlardır. Ancaq Ayna Südabənin bu düşüncələrini hətta Südabədən də savadlı, məlumatlı olması ilə darmadağın elədi. Südabənin qarşısında dünyanın gərdişini doğru anlayan, haqqın, ədalətin cəsur savaşçıları olan bir toplumun qadın nümayəndələrindən biri dururdu. Südabə də cəmiyyətin böyük əksəriyyəti kimi hər şeyi tərsinə başa düşən, hələ də kommunizm ideologiyasının il yarasından betər sağala bilməyən dinsizliyin, qulaqlarına oxunan saxta yalanların sayəsində dindən, imandan o qədər uzaq idi ki, bu ailənin nə uğruna mübarizə apardığını, Nadirin hansı dəyərlər uğruna gənc həyatını həbsxana həyatına qurban verdiyini anlamaqda çətinlik çəkirdi. Ona görə də o Fuadın rəsmlərini əsas götürərək Nadirin həbsi barədə bir məqalə yazmaq istədiyini söyləyəndə Ayna ona öz etirazını bildirdi. İnciməyin, ancaq olmaz. Əvvəla Allahı inkar edən, uca yaradanın dinindən əsla xəbəri olmayan bir insanın bu barədə bir dəyərli məqalə yazacağından əmin deyiləm. Bu, bir xəstəyə cərrahiyyə əməliyyatının lazım olub-olmaması barədə cərrahın deyil, bir jurnalistin almış olduğu qərar qədər absurd bir fikirdir. Xətrinizə dəymək üçün demirəm, ancaq ən pis halda bu bir saxtakarlıq olar. Çünki mənim həyat yoldaşıma qarşı açılan davada bircə Allaha inandan heç söz açılmır ki, həbsinə səbəb olan əsl həqiqət də elə budur. Ondan qalan başqa nə kimi cinayətlərin desəniz, adı keçir. Ancaq hakimiyyət niyə əsl səbəbi bu uydurulmuş cinayətlərin arxasında gizlədir? Bunu siz bugünkü halınızla anlaya bilməzsiniz. Mən elə hesab edirəm ki, məsələnin mahiyyətini anlamaq üçün siz bu dini heç olmasa gərək tanıyasınız. Allahın dinini qəbul edərsiniz, etməzsiniz, bu ayrı məsələ. Bu sizin öz işinizdir. Ancaq Allahın dininə bu qədər uzaq ikən, nə siz doğru, yaxud da təsirli bir şey yaza bilərsiniz, nə də bunu Allah da qəbul eləməz, Nadir də, mən də. Südabə qadının bu mövqeyindən bir şey anlamadı. Gözəl bacım, siz həyat yoldaşınızın evə qayıtmasını istəmirsinizmi? Əlbəttə istəyirəm. Elə isə mənim yazacağım məqalə də bu yolda sadəcə daha bir cəhd olmazmı? Bəlkə mən bu işə bir çarə tapa bilərəm. Mən sizin yoldaşınıza yardım eləmək, Fuadın ata həsrətinə son qoymaq istəyirəm. Bunun nəyi pisdir ki? Siz bir şeyi anlamırsınız. Dünyada insanlığın gedəcəyi tək bir dənə doğru yol var, o da Allahın yoludur. Bu yolu getmək asan deyil, çünki bu yolda çoxlu qadağalar var. Belədir ki, insanların çoxu bu yolu bir yana buraxaraq, özləri üçün ən asan yolları seçir, o yolların sonunun nə olacağını belə düşünmədən Allaha qarşı çıxırlar.
Yetər ki, o çətin yolu getməsinlər. Halbuki onların seçdikləri asan yolların sonu atəşdirsə, Allahın yolunun sonu cənnətdir. Nə edəsən ki, insanlığın çoxu bu gerçəyi anlamaqdan hələ də çox uzaqdır. Biz möminlər hər şeyi Allahın dediyi kimi eləmək, Allahın qoyduğu yolla getmək, onun hökmlərinə uymaq yolunda mücadilə veririk. Biz hər nə yolla olursa olsun deyib canımızı qurtarmaq istəmirik. Hər işdə Allahın rizası olmalıdır. Məsləhət görürəm ki, Quran-ı Kərimdən heç olmasa Yusuf surəsini oxuyun. Bəlkə o zaman nə demək istədiyimi anlaya bilərsiniz. Həzrəti Yusuf də zindandan qurtula bilərdi. Ancaq o əvvəlcə boynuna qoyulan iftiradan təmizlənməyi seçdi. Bunun üçün zindanda daha uzun müddət qalmalı oldu. Mənim yoldaşım da Həzrəti Yusuf kimi iftiraya uğramışdır. Onu bir İran cəsusu kimi, bir separatçı kimi həbs ediblər. Çünki onlar da anlayırlar ki, bir adamı yalnız Allaha inandığı üçün həbs elədiklərini etiraf eləsələr, bu absurd bir şey olacaq. Bu əməllərinə görə eşidən bilən hər kəs onları qınayacaq. Bunu bildikləri üçün onlar bütün dindarları bu yolla, onları şərləyərək, onlara müxtəlif böhtanlar ataraq həbs edirlər. Axı niyə? Nə var axı bu inancda, bu dində? Bir insan Allaha inanmaqla kimə nə zərəri verə bilər ki? Bax, siz indi gəldiniz mətləb üstünə. Mən sizə iki təklif edirəm. Birincisi, siz bu məqalə yazmaq fikrindən daşının. Çünki bu sizin girə biləcəyiniz kol deyil. Yox, əgər niyyətiniz ciddidirsə, o zaman o məqaləni yazmağa başlamazdan öncə mənim verəcəyim bu kitabı oxuyun. Savadlı birisiniz. Nə qədər ciddi bir seçim etdiyinizi anlamalısınız. Dini məsələlərdə niyyət çox önəmlidir. Siz də əvvəlcə niyyət eləməlisiniz. Mən bu kitabı anlamaq üçün oxumaq istəyirəm deyə ürəyinizdə niyyət edəcəksiniz. Sonra da kitaba qəlbinizi açacaqsınız. Onu diqqətlə oxuyacaqsınız. Oxuduğunuz hər kəlməyə diqqət edəcəksiniz. Anlamağa çalışacaqsınız. Siz bu kitabı oxuyub qurtarın. Sonra biz yenidən görüşər, bu məsələyə bir də qayıdarıq. Südabə əlini uzadıb üstü zərlə işlənmiş qalın kitabı alaraq soruşdu. O nə kitabdır elə? Bu Allahın kitabı Quran-ı Kərimdir. Südabə o gün ilk dəfə Quran-ı Kərimi əlinə aldı və sonralar özü də etiraf elədi ki, bu kitabda necə böyük bir hikmət var idisə, mən onu ilk dəfə əlimə aldım və elə o andan da onun sehrinə düşdüm. Südabənin bu kitabın sehrinə düşdüyü gündən özü də dəyişməyə başladı, həyatı da. O doğrudan da bütün işini gücünü bir yana buraxdı. Quran-ı Kərimi oxumağa, araşdırmağa, özü üçün axtarışlar eləməyə başladı. O məscidlərin birindən bir hədis kitabı da aldı ki, Quranda qırılan fikirləri hədislərdə tapsın, kitabın anlattığı hadisələri doğru izləyə bilsin. Südabə gah Qurandan hədislərə, gah da hədislərdən Qurana qaydırdı. Onu bundan sonraki günləri axtarışda keçməyə başladı. Südabə özü də hələ anlamırdı ki, əslində o özünün yeni kimliyini axtarışa çıxmışdı. Bu zaman ərzində o aynanın vasitəsilə onların ailecə bağlı olduqları dini qurumla da tanış oldu, onların söhbət toplantılarına qatıldı. Südabə hiss elədi ki, yavaş-yavaş dəyişməyə başlayır. O müqəddəs kitabı oxuduqca, bu kitabı özləri üçün rəhbər götürən sünnət əhli insanların arasında olduqca dünyaya baxışı da dəyişirdi. Südabə ətrafında dövr edən həyata artıq başqa gözlə baxır. Yaşadığı cəmiyyətdə indiyə qədər müşahidə elədiyindən daha böyük, daha ciddi qüsurlar görürdü. Və bir gün gəldi ki, Südabə Nadir Musa adlı bir insanın nə uğruna həbs yatdığını tam olaraq anladı. Nadir Musa yer üzündə çoxdan qeybə çəkilmiş bir ədalət uğruna həbs yatırdı. O ədalətin bərpa olunmasını istəyirdi. İnsanları əlbir olmağa, o ədaləti yerinə bərpa eləməyə çağırırdı. Ancaq o ədalət də hər hansı bir alimin, filosofun, hakimin, prezidentin elan elədiyi ədalət deyildi. O ədalət insanları və cinləri, yeri, göyü və bütün kainatı yoxdan var edən Allahın ədaləti idi. Nadir bu ədalət uğruna gənc ömrünü həbsxanalarda çürüdürdü. Bu gerçəkliyi tam mənasıyla anladığı gün Südabə artıq əvvəlki kimi yaşaya bilməyəcəyini anladı. Onu boğan bir darlıqdan yaxa qurtarmaq üçün, yenidən rahat nəfəs ala bilmək üçün özünü həmin o dindar topluma yetirdi. Onların şahidliyi ilə İslamı qəbul elədi, müsəlman oldu.
Südabə bu dəfə çoxlarının elədiyi kimi sözdə müsəlman olmadı, əsl müsəlman oldu. Bu da o demək idi ki, o bircə günün içində xarici görünüşünü də, hal və hərəkətlərini də lazımi qaydaya salaraq dindar bir müsəlman qadın oldu. O gün Südabə ilk dəfə özü ilə qürur duyurdu. Hiss edirdi ki, içinə dolan bu sevinç bir işıq, bir nur uğruna lazım gələrsə, o da ölümə belə gedə bilər. O gün Südabə Nadiri də, onun ailəsini də, ətrafına topladığı insanları da anladı. Onlara sonsuz bir sayğı hiss etməyə başladı. İndi içində yaşadıkları cəmiyyət Südabəyə daha çirkin, daha dözülməz görünürdü. Belə bir cəmiyyətdə necə yaşamaq olardı? Heç Allahsız bir dünyada da yaşamaq olardı mı? Allahsız dünyada heç xeyir-bərəkət axtarışına çıxmağın mənası olardı mı? Südabə cəmiyyətdə baş verənin səbəbini indi daha aydın görürdü. Yaşadıkları həyat tərzinin Allahdan gələn bir cəza olduğunu da anlaya bilirdi. Onu da anlayırdı ki, bu xalq Allahın yoluna qayıtmasa, onun qoyduğu qayda qanunla yaşamasa, uzun illər, uzun əsrlər olduğu kimi zalim hökmdarların biri gedəcək, onun yerinə ondan da betəri gələcək. Zaten bunu sübuta yetirməyə ehtiyac yox idi. İnsanlıq bir dəfə dönüb geri baxsaydı, hər şeyi özü görər, özü anlayardı. Dərd burasında idi ki, nə geri baxmağa fürsət var idi, nə də geri baxmaq istəyən var idi. Hamı ancaq irəli baxırdı. Toplum irəlidəki o buludların içində yetişdirilməkdə olan növbəti diktatorun yalan dolu pəmbə vədlərini görürdü və hələ də bu nağıllara inanırdı. Nəticə olaraq da gördükləri ömürgün də zülmdən başqa bir şey olmurdu. Südabə artıq anlayırdı ki, düşüncə tərzi, təfəkkür, gedilməkdə olan yolda tutulan niyyət dəyişməyincə heç nə dəyişməyəcəkdi. Bunu da o Qurandan oxumuşdu. Demək, insanlıq üçün bircə yol qalırdı. Allaha dönmək lazım gələcəkdi. Ona iman gətirmək, dünyanı Quran-ı Kərimdə hökm edildiyi kimi idarə etmək, həyatı Quran-ı Kərimin tələb elədiyi kimi yaşamaq lazım gələcəkdi. Südabə istədiyi məqaləni yazdı. Həm də çox gözəl yazdı, çox təsirli yazdı. Məqalə məsələnin əsl mahiyyətini ortaya qoyan, Nadir Musanın həbs olunmasının əsl səbəblərini göstərən, o səbəblərin niyə görə separatist bir fəaliyyətə bərabər tutulmasını da izah etmək üçün hər kəlməsində Quran kitabından gətirilən ayətlərə istinad edərək yazılmış, dərin mənalı bir məqalə oldu. Məqalənin ana xətti bir dindar insanın öz həmvətənlərini imana çağırmasını, bir separatist insanın ölkəni parçalamağa çağırmasına tay tutulması kimi bir böhtana düşürüldüyünün altını çizirdi. Hər zaman olduğu kimi bu dəfə də uzaqgörənlikdən uzaq olan iqtidar öz körazehinliyi üzündən özünü ifşa edərək belə bir fikri insanların ağlına yeritmiş olurdu. Din deyə bir şey vardır və o da başlı başına çox güclü bir dövlətdir, çox güclü bir hakimiyyətdir. Hər kəs insanları o dinə, o hakimiyyətə tabe olmağa çağırırsa, o da separatçıdır. Dövləti idarə edən bilsavadlar zümrəsi bir şeyi nəzərdən qaçırdırdılar ki, din varsa, məlumdur ki, o Allahın dinidir. O dinin varlığını qəbul eləmək elə Allahın varlığını qəbul eləməyə bərabərdir. Onlar elə bu sözləri ilə də Allahın varlığını sübut elədiklərini anlamır. Sözdə bir müsəlman ölkəsi olaraq yolun yarısını gəlmişkən, bu yolu başa vurmaq yerinə yarı yolda dirənib durur, İslamı qəbul etməyi yaxına buraxmırdılar. Halbuki bu ölkədə kimi dindirsən özünə müsəlman deyirdi. O deyilənlərin hamısı da saxtakarlıqdan başqa bir şey deyildi. Çünki onlar dünyanı seçmişlər, hər şeyə də bu dünyada sahib olmağı, hər şeyin onların hökmünə qalmasını istəmişdilər. Bu isə İslamın əsla qəbul edəcəyi bir şey deyildi. Südabə bu məqalənin üstünə Fuadın adından yazılmış bir məktub da əlavə elədi. Bu məktubu 12 yaşlı Fuadın özü, öz əli ilə, ürəyindən gələn ən səmimi sözləri ilə yazmışdı. Gənc qadın məqaləni də, məktubu da götürüb, ərki çatan nəşriyyatları bir-bir gəzdi. Ancaq heç kim belə bir məqaləni və məktubu yaxına buraxmadı. Heç kim bu sənədlərin gətirə biləcəyi bir riski boynuna almaq istəmədi. Südabəyə ən çox ağır gələn məktubun da yaxına buraxılmaması oldu. Halbuki bu sadəcə 12 yaşlı bir məktəbli oğlanın adından yazılmış səmimi bir məktub idi. Fuad bu məktubda öz dərdini paylaşır,
5 ildən bəri çəkdiyi ata həsrətinin sona gəlməsini istəyir. Atasının həbsdən azad olması yollarını təkcə Allahın yanında deyil, bir də vicdanlı insanların arasında axtarışa çıxırdı. Yaxşı deyiblər ki, Allahın açacağı yolları Allahdan başqa kimsə bilməz. Günlərin bir günü Südabə təsadüfən yenə də Dilarəyə rast gəldi. Onlar ayaqüstü hal-əhval tuturdular. Görürsə Südabənin evinə yaxın bir yerdə baş tutmuşdu deyə Südabə onu evinə dəvət elədi. Ancaq Dilarə dedi ki, buna vaxtı yoxdur. 2 gün sonra İtaliyadan Roma papası Bakıya gəlir. Onunla ediləcək söhbətlərin qaralamasını hazırlamalıdır. O an Südabənin ağlına heç nə gəlmədi. Ancaq elə ki, axşam oldu, o da yorğun arğın, yatmaq niyyətlə yerinə girdi, gənc qadının yuxusu birdən-birə ərşə çəkildi. Südabənin beyni tam bir ildırım sürəti ilə çalışmağa başladı. Roma papası Bakıya gəlirdi. 5 gün burada olacaqdı. Bu məqaləni də, Fuadın məktubunu da ona vermək mümkün olsaydı, o da bir din xadimi kimi bu işə bir əncam çəkə bilərdi. Südabə sabaha kimi yata bilmədi. Bu ağlına gələni düşündü, ölçdü, biçdi, fikrini bir yana çıxarda bilmədiyindən elə hey vurnuxdu. Qorxmaz anasının bu halını görüb dərdini soruşdu. Südabə də hər şeyi ona danışdı. Qorxmaz məqaləni və məktubu anasından alıb evdən çıxdı. O bir də axşam əlində məqaləni də, məktubun da İtalyancaya çevrilmiş tərcüməsi ilə qayıtdı. Südabə sual dolu baxışlarla oğlunun üzə baxanda Qorxmaz da dedi: "Sadəcə bu məqaləni və məktubu Dilarə xanımın Roma papasına verməsi qalır. Səncə bir şey alınarmı oğlum? Eləmədən bilmərik. Biz əlimizdən gələni elədikdən sonra qalanı Allaha təvəkkül anacığım. Allah səndən razı olsun oğlum. Amin cümləmizdən." Hər kəs həyəcan və gerçək bir qorxu içində bu işin sonunu gözləyirdi. Bu iş baş tutsaydı da, tutmasaydı da, bu işdə əli olan hər kəs bir risk altında idi. Və hətta Roma papası getdikdən sonra da kimlərsə bu hərəkətin cəzasını çəkəcəkdi. Hər kəs bunu anlayır, buna hazır vəziyyətdə məsələnin gedişatını izləyirdi. Roma papası Bakıya gəldi, xalqla görüşdü, Bakını gəzdi, prezidentin iqamətgahında ağırlandı. Tam da gedəcəyi zamana bir gün qalanda Nadir həbsdən azad edildi. Bu bir möcüzə idi ki, bunun sirrini ancaq Südabə bilirdi. Südabə çox düşündükdən, hər şey bir də ölçüb biçdikdən sonra ən son anda Qorxmazın məsləhəti ilə Fuadın məktubuna bir-iki cümlə də əlavə eləmişdi. Roma papasından yardım istədiyi məktubun sonunda Südabə Fuadın adından yazırdı ki, əgər atamı azad elətdirəcəksinizsə, özünüz buradaykən azad elətdirin. Çünki siz gedəndən sonra sizə verilən sözlər də unudulacaq, hələ bir çox insanlar da bu cəsarətlərinə görə cəzalandırılacaqlar. Görünür, söz tam hədəfə dəymişdi ki, Roma papası da məhz özü buradaykən özünün bu xüsusi ricasını yerinə yetirməsini prezidentdən xahiş eləmişdi. Hər necəsə Nadir Musa həbsdən çıxdı, ailəsinə qovuşdu. Bir Fuad ağlı oğlun gözləri yollardan yığıldı. İllərlə çəkdiyi ata həsrəti sona gəldi. Südabə Dilarəni qucaqlayıb öpür, ona özünün sonsuz minnətdarlığını bildirirdi. Dilarə həm sevinir, həm də nədənsə qorxurdu. O da bilirdi ki, bu iş belə qalmayacaq. Mütləq bu cəsarətin cəzasını biri çəkəcək. Ancaq o biri kim olacaqdı, bunu bilən yox idi. Bir səhər tezdən telefon zəng çaldı. Hələ çox erkən idi. Südabə də məətəl qaldı ki, bu saatda kim ola bilər? Zəng vuran Bəhruz müəllim idi. Sabahın xeyir, dəli qızım. Sabahınız xeyir. Hamı bu Nadir Musanın azad olunmasından danışır. Hamı bu işə mat qalıb. Mən isə bilmirəm sevinim, yoxsa kədərlənim. İstədiyini nail olduğumu məmnunsanmı? Biz insanlar üçün əlimizdən gələni eləməyə borcluyuq da, elə deyilmi? Hətta özünü təhlükə ataraqmı? Birini qurtardın, indi özün onun yerinə həbsə girməyə hazırsanmı? Bunun nəyi qələbə oldu? Birini alarkən birini verəcəksənsə, bu kimə lazım idi? Sizə nə olub? Niyə belə danışırsınız? Əşyalarını topla, oğlunla birlikdə hazır ol. Gəlirəm sizi almağa. Niyə? Nə oldu ki? Cavab olmadı. Bəhruz müəllim telefonu söndürdü. Yarım saat sonra Bəhruz müəllimin maşını qapıda idi. O evə girib oturdu. Bir nəfəs olanları anlattı. Daxili İşlər Nazirlərinin əməkdaşları istintaq aparıblar. Məlum olub ki, Roma papası Bakıya gəlmədən bir müddət öncə sən belə bir məqalə ilə qapı-qapı gəzib onu dərc elətdirmək istəmirsən.
Odur ki, onlar indi bu dəqiqə hazırlıq aşamasındadırlar. Çox keçməz ki, qapını kəsdirərlər. Bunları hardan bilirsiniz? Mənə zəng vurmuşlar. Sənin haqqında bir neçə sual verdilər. Məqalənin də, məktubun da əllərində olduğunu söylədilər. Eləmi? Bəs indi biz nə edək? Yubanmadan toplan. Mənim bağ evimə gedirik. Siz orada gözləyəcəksiniz. Mən də sizin sənədlərinizi, yol biletlərinizi həll edəcəyəm. O nə deməkdir, Bəhruz müəllim? O deməkdir ki, siz ölkəni tərk edirsiniz. Sizə artıq burada qalmaq olmaz. Özün dedin ki, biz bir-birimiz üçün əlimizdən gələni eləməliyik. İndi mənim də əlimdən bu gəlir. Səni və gənc oğlunu həbs etdirməkdən qurtarmağa çalışıram. Allahın köməkliyi ilə sizi Amerikaya yola salacağam. Ən vacib əşyalarınızı götürün. Yükünüz olduqca yüngül olsun. Sonra hər şeyi orada yenidən alarsınız. Ora başqa bir aləmdir. Südabə hələ də sual dolu baxışlarını Bəhruz müəllimin üzünə zilləyib durmuşdu. Bəhruz müəllim sözünə davam elədi. Südabə, qızım, tələsin. Qorxmayın, tək olmayacaqsınız. Sizi qaynımın yanına göndərəm. O hər şeydə sizə kömək edəcək. Artıq 2 il idi ki, Südabə oğlu Qorxmazla Amerikada yaşayırdı. Qürbətdə yaşasalar da, vətənlə əlaqələri heç vaxt kəsilmirdi. Qorxmazın blogerliyi ilə fəaliyyət göstərən internet səhifəsi öz ətrafında milyonlarca həmvətənlərini toplaya bilmiş, onların haqq səsini dünyaya yaymaqla xeyli işlər görmüşdü. Südabə buradan geri baxanda bir daha anlayırdı ki, hər işdə bir xeyir var deyimi doğrudur. Onlar ana-bala bir gün vətəndən hicrət etməli oldularsa da, indi vətənə də, oradakı azadlıq, din-iman savaşçılarına da buradan daha çox yardım edə bilir, onların haqq səslərini dünyaya yaya bilirdilər. Südabənin daşdan keçən məqalələri sevilə-sevilə oxunur, vətəndə əl-əl gəzirdi. İndi bu işdə onun özünün yetişdirdiyi Qorxmaz kimi yardımcısı da var idi. Özü də iman sahibi olan Qorxmaz, imanlı həmvətənlərlə sıx əlaqə saxlayır, onların tələblərini, cəsarətli fikirlərini öz saytında yerdəşdirməklə onlara dəstək verirdi. Südabəgil hicrət etdikdən sonra Nadir də onlarla əlaqəyə girmiş, həm Südabəyə, həm də Qorxmaza sonsuz təşəkkürlərini bildirmişdi. Dediyinə görə artıq ona dəyib dolaşan yox imiş. Özləri xain olduqlarından dövlətin xəfiyyələri izləndiklərini düşünür, hələ ki Nadirə qarşı təxribatdan qaçınırdılar. Bu hadisənin heç olmasa belə sonlanmasına sevinənlərin arasında Bəhruz müəllim və Dilarə də var idi. Südabə evdə pəncərənin qarşısında oturaraq dərin fikrə getmişdi. Qorxmaz arxadan yaxınlaşıb yavaşca onu qucaqladı. Nə yaman fikrə dalmısan ana? Nə düşünürdün? Südabə oğlunun boynunu qucaqladı, üzündən öpdü və dedi. Düşünürəm ki, dünya Allahın ərzidir, insan da Allahın quludur. Odur ki, insan harda istəsə orada da yaşaya bilər. Məsələyə bu gözlə baxanda anlamaq olur ki, bizim vətəni tərk eləməyimiz o qədər də qorxulu bir şey deyil. Qorxulu olan insanların deyil, doğru sözün hələ də vətəndə yaşaya bilməməsi, hələ də qürbət ellərə hicrət eləməsidir. Mən indi təəssüf hissi ilə düşünüb özümə də onu etiraf eləyirdim ki, bizim buraya gəlişimiz də bizim özümüzün hicrətimiz deyilmiş. Əslində, hələ bu gün də vətəndə səslənə bilməyən, vətəndə yaşaya bilməyən, döyülən, söylən, həbs edilən doğruların, doğru sözlərin hicrətidir. Baxsana, hələ bu gün də doğru söz söyləmək üçün vətəndən hicrət eləmək lazım gəlir. Belə olmasaydı, doğru söz carçıları olan vətən övladları o doğruları da götürüb dünyaya səpələnməzdilər ki. Son. İnşallah növbəti 43-cü kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.